Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Sınağın izahına baxırıq. Bir məhsulu təmin edən məsələlər. Deməli, birdə deyir ki, x-in kvadratı çıx 4x plus k minus 1 bərabərdir 0. Deyir, tənliyin kökləri x1 və x2-dir. x1 bərabər 3x2 olduğunu bizim üçün qeyd edib tənlikdə. Bizdən k istənir. K gördüyünüz kimi sərbəst həddə aiddir. Yəni sərbəst həddimiz k-1-dir. Yəni x1 vur x2 əmsal olmadığına görə elə rahat k-1 yazıram. x1-in yerində nə durub? x1-in yerində 3x2 durub. Hələ ki yazıram yerinə. 3x2 vuraq x2 bərabərdir k-1. 3x2-nin kvadratı bərabər k-1. Hələ ki başqa bir şey yoxdur. Baxın, nə edə bilərəm? Biz buradan bilirik ki, x1 plus x2 bərabərdir. X-in əmsalının əksi, yəni 4-ə bərabərdir. Yerinə qoysam, x1-in yerinə 3x2 qoysam, plus x2 bərabər 4-dən 4x2 bərabər 4, x2 bərabər 1 alıram. Gördüyünüz kimi, gətirib qoyuram yerinə. Deməli, x 2-nin yerinə nə qoyacam? 1. Yəni, burada müsbət mənfi, müsbət mənfi yox, elə 1 olur. Burada 4, 4 bölünür 4, 1 eləyir. x2-nin yerinə 1 qoysam, 3 vur 1-in kvadratından 3 bərabərdir k minus 1. K da bərabər 4 almış oluram. Yəni, 1-də cavab, deməli, 1-də cavab B bəndi olmuş olur. 2. 2-də baxaq sual necədir? Birinci boru hovuzu 5 saata, ikinci boru 10 saata doldurur. Mən demişdim bu tiplərdə necə işləyirik. Üçüncü boru isə 20 sahada boşaldır. Dolduranda demişdim toplayırıq 1 böl həmin saat nisbəti ilə. Boşaldanda çıxırdıq. Yəni 5-də 1, 1 sahada hovuzun 5-də 1-ini doldurur. İkinci də doldurur deyə onda bir topladım. Üçüncü isə boşaldır 20 saata. Ona görə 20-də 1. Onlar birlikdə neçə saata doldurar? 1 böl x saata. Baxın, bu tənliyi, bu məsələni bu cür həll edirik. Ona görə də diqqətlə baxın, görə biləcəksiniz. Ortaq məxrəc 20 olur. 20-də 20-ni 5-i bölüm 4, üstə gələk böldüm 2, minus 1. Bərabər 1 böl x. 6, 1, 5 böl 20, 1 böl x-dən ixtisar aparıb x bərabər 4 almış oluram. Deməli, 2-də cavab C bəndi olmuş olur. 2, 3. 3-də necədir? Deyir ki, A-nın hansı qiymətli tənliyin yeganə? Yeganə həldə demişdim ki, x-in əmsalı 0-dan fərqli olmalıdır. Burada x-i çıxardım mötərizə xaricinə. Qalır A minus 5 bərabər 7. Bir dəqiqə. Aha, deməli, görüm. Tərpənir elə bilirəm. Aha, olsun. Deməli, bu x-in əmsalı bunu A-5-inə götürməliydim. Fərqlidir. 0 götürməliydim. Onda A fərqlidir. 5 almış oluram. Yəni, 3-də cavab D bəndi olmuş olur. 4. Tənliyinin kökləri cəmini tapın. Adi tənlikdir 3x plus 1. Bu birisini də vurub açıram. 3x minus 6. Atıram bu yana. X-in kvadratı bu 3x keçir bir yana mənfi 3x. Mənfi 3x minus 3x mənfi 6x. Bu da keçir bir yana plus 7. Bərabərdir 0. Bərabərdir. Bir dəqiqə. Aha, demək 0 alıram. Deyir, tənliyinin kökləri cəmini tapın. Kökləri tapmağa ehtiyac yoxdur. Köklər cəmi onsuzdur. Buradan x1 plus x2 x-in əmsalı olan ədədin, yəni əmsalın əksinə bərabərdə 6-ya bərabər olduğunu görürəm. Köklər cəmi deməli eləyir 6. 4-də cavab Y bəndi olmuş olur. 5. 5-də nə deyir? 5-də deyir ki, bu çox asan. 1 minus. Burada diqqət eləsəniz görərsiniz ki, qarşıda mənfi var. Demişdim, qarşıda mənfi olanda işarəni dəyiş. 8 minus. Yenə qarşıda mənfi var. 3-ə vurub atacağım. 3-ü 1-ə 3. Minusda amma plus yazacağım. Çünki dediyim kimi qarşıda mənfi var 6x. Bu keçir bu yana olur mənfi 7x bərabərdir. 8-dən 3-ünü çıxdım. 5.
Bu mənfi 2 eləyir. Atıram bu yana müsbət 2. Yəni bu da 7 eləyir. X bərabərdir. 7 mənfi 7-yə böləndə mənfi 1. Yəni 5-də cavab A bəndi olmuş olur. Keçirəm 6-cı suala. 6-cı sualda adi tənlikdir. Diqqətli olmaq lazımdır. Görürsünüz ki, yəni bu tiplərdə məxrəc görürsünüz ki, eyni məxrəcə gəlir. Amma birində x minus 1-dir, birində 1 minus x-dir. Demişdim ki, uşaqlar x minus 1 bərabər 1 minus x yazarsınız, amma qabağına bir dənə mənfi atmaq şərti ilə. Aydındır. Yəni qabağın, belə deyim də, bu bunun əksisidir. Qarşısında mənfisi olanda bu bunun əksisidir. Aydındır. Əksisi olanda bir dənə də mənfi atında mənfi, yəni özünə bərabər olur. İndi nə deyirəm? Burada diqqətlə baxsanız görərsiniz ki, ikinci kəsrin məxrəci 1 minus x-dir. Amma birinci kəsrin məxrəci x minus 1-dir. Mən ikincinin məxrəcini 1 minus x yox, x minus 1 yazsam, eyni məxrəc olarmı? Olar. Amma yerini dəyişdiyimə görə o mənfi gələcək hara? Qabağa. O qabaqda da burada toplamadır. O toplamanı çıxma eləyərmi? Eləyər. Ona görə də elə x minus 1-də izah etdiyimə görə birbaşa yazacağım. Yuxarıda x-in kvadratı plus 8 dursun birinci. İndi dedim bunların yerini dəyişdim. Eyni məxrəc oldu. Ona görə bir məxrəcdə yazdım. Yerini dəyişdim. Qabağa çıx düşdü. 7x qabaqda çıx var deyə işarə dəyişir. Plus 2 bərabər 0. Uşaqlar, yadınızda saxlayın. Məxrəcdə belə bir ifadə və cavab 0-a bərabərdir. Əlbəttə ki, çarpaz vurub bu yuxarıdakı ifadəni 0-a bərabər edəcəksiniz. O öz yerində. Amma, amması var. Mütləq şəkildə məxrəci 0-dan fərqli götürməlisən. X fərqlidir 1-dən. Yəni, 1-dən köklərinin içində 1 çıxsa, sən işə götürüb bu 1-i də daxil edirsən cavab üçün. Məsələn, orada B bəndində mən 1 görürəm. Yəni, olar birdən olar ki, uşaq götürər. Olmaz. Bir kökü ola bilməz. 1 olsa, burada 1-dən 1 çıxarsan 0 qalır, məxrəcin kökü olmaz. Məxrəcin mənası olmaz. Bu öz yerində. Bəlkə də istifadə olunmayacaq, amma mütləq şəkildə yazmalısınız. İndi üstü hesablayıram, yəni çarpaz vururam. Uşaqlardan hansısa orada çarpaz vurub, götürüb bunu 0-a vurub elə özünü yazmışdır. Bu 1 deyil axı. Bu bunun özü 0-dır da, başa düşdü. 0-ı nəyə vursan 0 eləyir. İndi yuxarı vururam, x-in kvadratı minus 7x plus 10 bərabərdir. X minus 1 də 0-a vuranda 0 edir. Mən baxıram, bu 2 ilə 5 mənə göstərir ki, 2 ilə 5-də köklər vuranda 10 eləyir, toplayanda da bunun əksi olan 7-ni verir. Ona görə də 6-da cavab C bəndi olmuş olur. 6, 7, 7-ci suala keçiyor. 7-ci sual da rahat suallardan biridir. Bir dənə baxım. Aha, 7-ci sual rahat suallardan biridir. 7. Görsənirmi? Bəli. Hər tərəfə adi kvadrata qaldırıram. 3x plus 1. Kvadrata qaldıranda kvadratdan kök bir-birini aparır. 5-i də kvadrata qaldıranda eləyir 25. 3x bərabərdir 24. X də bərabər 8 almış oluram. 7-də cavab D deməliyir. Yox, C bəndi. Nə aldım? 8 al. Düzdür də D bəndi olur. D. 7-də cavab D bəndi. Deməli, 8. Deyir, A-nın hansı qiymətdə tənliyinin köklərindən biri. Mən sizə bunu əzbərlətmişdim. Köklər, indi baxacam görürəm 8-i kim səhv yazıbdır. Köklərindən biri demişdim. Deyəndə apar x-in yerinə o kökü qoy. Avra köklərdən biri deyir 1-dir. 1-i qoydum. 1-i x-in yerinə qoyuram. Çünki köküdür deyir. Yəni x-dən biri 1-dir deyir. Aydındır ki, bunun 2 kökü var. İndi 1-i də 1-dir. Aparım qoyuram yerinə. 1-in kvadratı 1 eləyir. A vuraq 1, çıxaq. 9 vuraq 1, çıx 1. Bərabər 0. A-yı 1-ə vurdum, elə də A. Mənfi 9 minus 1, mənfi 10, keçir bir yana müsbət 10. Deməli, A-nın 10 qiymətində doğrudur. Cavab D bəndi. 9. K-nın hansı qiymətində bu kvadrat tənliyin köklərindən biri yenə. Bax, görürsünüz, eyni şeydir. Tənliyinin köklərindən biri 0-a bərabərdir. Bunu aparıb yerinə də əlbəttə ki, qoya bilər. Zaten yerinə qoysanız, baxın uşaqlar, görürsünüz sizə nə deyəcəm. Yerinə qoyanda əslində eyni şeyi alınır. Sadəcə 2 qayda var burada. Yəni 2 yolla gedə bilərsiniz. Birinci, uşaqlar, kökünün biri 0-dırsa, məntiqlə düşünəndə bir şey, bayaq dedim ki, bayaqki misalda var, bir şey 0-a vuranda 0 eləyir. İndi bunun köklərindən biri 0-dırsa, köklərindən biri əgər 0-dırsa, deməli köklərin hasili 0 eləyər də. Bəs x1, x2 bizdə köklər k-1 verirmi?
Verir, əlbəttə verir. K minus 1 verir. Demədim, köklərindən biri sıfırdırsa, bu ya bu sıfırdır, ya da budur da, düzdür, sıfır olan. Bunları, bu nə olur olsun və ya bu biri sıfırdır, əsas odur ki, sıfıra vuranı sıfır eləyir. Yəni köklər hasili sıfır olacaq, düzdür? Düzdür. Ona görə də K-yı burada necə tapıram? 1 tapıram. İndi və ya köklərindən biri sıfıra bərabərdir. Bundan qabaqçı, nədir bu? 8-ci misalda da eyni idi. Dedim, x-in yerinə qoy. X-in yerinə olsa 0 qoysan 0. 5'i 0'a vurdum, bu da 0. Yenə də k minus 1 bərabər 0 alırsan, k bərabər 1 almış olacaqsan. 9'da cavab Y bəndi olmuş olur. 10. Deyir, bu kvadrat tənliyi üçün bu 2 olarsa, deyir, m-i tapın. Birinci 1 böl x1 plus 1 böl x2. Bundan sizin, yəni, nətər deyim, nə qədər işlətmişəm də uşaqlar. Ortaq məxrəc x1, x2, surətdə bunu x1'ə böldüm, x2 plus x1 qalır. Bu dursun. İndi mənim bu tənliyə əsasən x1 plus x2 köklər cəmim nə verir? X-in əmsalının əksi. X-in əmsalı mənfi m minus 1'dir. Əksi verəcək mənfi idi, müsbət. Yəni m minus 1. Qabağında mənfi var idi, o getdi, əksi olduğuna görə m minus 1. Bölək, köklər hasili nə verir? M plus 1. Düzdür, köklər hasilimiz biz burada baxın. Sərbəst həddi verirmi? Sərbəst həddi m və ya 1 deyən uşaqlar. Sərbəst hədd nə m-dir, nə 1-dir. M plus 1-dir. Burada x kvadratı dursun. X-in əmsalı m minus 1. Sərbəst isə yerdə qalan demişəm. Hər nədirsə yerdə qalan kvadrat tənlik də ola bilər. Göstərmişəm sizə özdə ondan. Bu da bərabər özü deyil. Bax, bu ifadənin 2-yə bərabərliyin deyir deyə burada bərabər 2 qoyuram. İndi çarpaz vururam. M minus 1 bərabər 2m plus 2-dən. Bu yana keçir. Mənfi m bərabər 3. M bərabər mənfi 3 almış oluram. Onda cavab C bəndi 11. 11-də deyir C-nin hansı qiymətində tənliyin 2 müxtəlif kökü var. Tənliyin 2 müxtəlif eşitdə kökü olanda demişdim ki, D böyükdür 0 olmalıdır da. X-in kvadratı minus 2x plus C. Burada D-yi tapaq. D bərabər B kvadratı minus 4 C. 4'ü 1'ə vurdum. C-yə vurdum 4C. Böyükdür 0. Hər tərəfi 4'ə bölsəm və ya 4'ü çıxartma ötəri çıxartsa fərq yox. 4'ə bölə bilərsən hər tərəfi. 1 minus C böyükdür 0. Mənfi C böyükdür 1 keçir bu yana. Mənfi 1. C, baxın, qarşıda mənfi olanda mən demişdim ki, işarət əksinə dəyişdim. Hər tərəfdə mənfiyə mənfi olanda gedir. Cavab edir C kiçikdir 1. Yəni 11'də cavab C bəndi olmuş olur. Bir də deyirəm, baxın, burada hər tərəfi 4'ə böldüm. 4'ə böldüm 1, 4'ə böldüm. Bir dənə C qaldı, 4'ə böldüm, bu onsuz da 0'dır. Mənfi C durub burada, işarə, 1 keçdi bu yana mənfi 1. Burada qarşıda mənfi olarsa işarəni dəyiş. Burayla işin yoxdur. Bunun qarşısı mənfidirsə işarəni dəyiş. Mənfi 1'i də mənfi 1'ə böləndə müsbət 1 eləyir. Və ya belə deyim, hər tərəfdə mənfi varsa cavab onsuz da müsbət eləyir. Və belə. 12, nə deyir 12-də? Bunun eynisindən elə bizim işlədiyimiz güvəndə də var idi. Yəni gördüyümüz bir sualdır. Kökləri deyir bu olan kvadrat tənliyi göstərin. Uşaqlar, kökləri budursa, qoy görün bunu necə göstərim. Aha. Kökləri budursa, yəni x1 kök 2 minus 1'dir. x2 isə kök 2 plus 1'dir. Düzdür? Düzdür. Köklər cəmim x1 plus x2 nə verir? Bunları toplayanda birlər gedir. 2 dənə kök 2 qalır. Düzdür? Toplayanda birlər gedir. Bundan bu 2 dənə kök 2. Bəs bunları vuranda nə eləyir? Diqqətlə baxsaq, eyni şeylər çıxıb, eyni şeylər toplayıb. Bu nəyə gəlirdi? A kvadrat minus B kvadrat düsturuna. Yəqin ki, yadınızdadır. Bunun kvadratı eləyir 2 minus bunun kvadratı da 1. 2-dən 1'in 1. Deməli, köklər cəmi budur. Köklər hasili də budur. Gəlin kvadrat tənliyimizi quraq. X-in kvadratı, köklər cəmi ikinci həddin əmsalının əksin verirdi. Müsbətdirsə, deməli, buradakı mənfi imiş. 2 kök altında 2x. Bu da elə özün verirdi. Heç bir işarə dəyişikliyi olmadan. Deməli, 12'də cavab olacaqdır. Baxaq, hansı bənd? C bəndi. Səhv eləmirəm, soyun gəlir. Bəli. 13. Deyək ki, bu tənliyi həll edin. Bu tiplərdə uşaqlar biz kvadrat köklərdə belə çoxlu mötərizəli şeylər görürdük, ifadələr görürdük. Demişdim ki, ən dibdəkindən başlayın işləməyə. Gəlin burada baxıram ki, ortada mötərizə var x plus 4. Bu 3x minus, bir dənə də x minusu yazıram. Aha, indi 2x minus, bu ortadakı x plus 4 mötərizəsini asıram. Qarşıda mənfi var, işarə dəyişilir. Minus 4, bir dənə də minus x-im var.
Dursun öz yerində. 2 mötərizə açmışam. 2 mötərizə bağlayıram. Bərabər 8. 3x minus x minus. İndi bunun içini düzəldirəm. 2x minus x eləyir x. X-dən də x çıxanda heç nə qalmır. Burada bir dənə mənfi 4 qalıbdır. Bərabər 8. Yəqin ki, aydındır nə dedim? 3x minus mötərizədə. Baxın, mənfi demişəm, belə plus olur. X plus 4 bərabərdir 8. İndi bunu açıram. Görürsünüz, bax, etap gəldim. Çaşanlar, arxaya çevirin, yenidən baxın. 3x minus, qarşıda mənfi var deyə işarəni dəyişirəm. X minus 4 bərabər 8. 2x bərabər 12-dən x bərabər 6 almış oluram ki, 13-də də cavab Y bəndi olmuş olur. 14. Tənliyinin kökləri yenə də bundandır. Uşaqlar, 2x1 ilə 2x2-nin ortaq məxrəci, yəni məxrəcdədirlərsə, ortaq məxrəc kimi 2 hər ikisində ortaqdır. X1, X2 olanda məxrəcdə nə götürürdük? Yəni, onların hasili. Bir döndə 2 var da əlavədən. Deməli, ortaq məxrəc 2x1, x2 olacaqdır. Baxın, burada belə. 2x1-i, 2x1, x2-ni 2x1-ə böləndə bir dənə x2 qalır. Yuxarıda x2 plus, o birində də x1. Bunu bizdən istəyir. Qoy görək bu dursun. Hepsində bunu eləməyə nə var? Amma burada diqqətli olmaq lazımdır uşaqlar. Qarşıda mənfi var. Yəni mənfi 1 var. Əmsal var. Əmsal. Mənfi 1. Əmsal olanda viyet, yəni teoremi tətbiq eləyəndə biz həmin əmsala bölürük. Köklər cəmini də, köklər hasilini də. Yaxşı, baxaq. Deyək ki, x1 plus x2 bərabərdir. Baxın, köklər cəmi bizdə burada nə verir? İkinci həddin əmsalın əksini. Mənfi 4. Bundan bitdi mi? Bitmədi. Qarşıda bir dənə əmsal var. Mənfi 1. Mənfi 1-ə böldüm. Cavab elədi 4. Bəs köklər hasili nəyə bərabərdir? Köklər hasili 1. Bitdi mi? Bitmədi. Qarşıda mənfi 1 var. Mənfi 1-ə böldüm. Bu bir daha. Bu da eləyir mənfi 1. Daha aydındır da. Gətirin qoyun yerinə bunu tapın da. x2 plus x1 nə verdi? 4 verdi. 4 bölək. Məxrəcdə də 2 vuraq. Bunun yerinə baxın. Nə qoyacam? Mənfi 1. Yəni 4 böl mənfi 2-dən cavab eləyəcək. Mənfi 2. Yəni 14-də cavab A bəndi olmuş olacaq. Belə. 15. 15-ə baxaq. Bir dəqiqə. 15. Nə deyir 15-də? 15 yazaq. Uşaqlar, 15-də ən sondakı məxrəcdən yadınızda saxlayın. Ən dibdəki. Baxın, burada bax, bu dibdə aşağıda 1 plus 1 bölü x yazıları. Bax, oradan həll eləyə gəlirsiniz yuxarıya. 6 bölək yazıram, işim yoxdur. Birinci 1 plusu da yazıram, işim yoxdur. 1 bölək bunu da yazdım. İndi aşağıda bu var ha, 1 plus 1 bölü x. Bax, bunu ortaq məxrəcə gətirirəm. Yazıram x-də. Birin məxrəcdə 1-də. X-i böldüm 1'e, x vurdum 1'e, x. Üstə gəl, x-ə böldüm 1, 1'ə vurdum 1. Bərabərdir 2. Tez buradan rahatcana bu üzbəyiz ixtisardan da istifadə edib 6 ilə 2-ni ixtisar aparım. Burada 3 qalır, burada 1. Bu da dursun öz yerində, cibimdə. Artıq 3'dür də, düzdür. 3 bölək. Aşağını, baxın, yadınızda saxlayın. Demişdim ki, 1'i nəyəsə böləndə, məsələn, tutalım x-də 1'ə böləndə, bu aşağıdakını tərs çevirirsən. Biri bir şeye böləndə onu tərs çevirirlər. Yadınızda saxlayın, bərabərdir. 1 plus. Baxın, bundan söhbət edirəm mən sizə. 1 bölək, burada bir kəsir varsa, bu boyda kəsir yazmaqdansa, bu məxrəcdəki bir dənə tərs çevir, o onun 1 böləyi olacaq. Bu nə deməkdir? Yəni, tərsi də, tərsi. Bir şeyin, məsələn, 3-ün tərsi nədir? 3-də 1. 5-in tərsi nədir? 5-də 1. 5-də 1-in tərsi nədir? 5. Yəqin ki, aydın oldu nə dedim. 1 plus, yəni 1 bölək belə bir ifadə görəndə bu 1 böləyi saxla, aşağıdakını bir dənə tərs çevir, işim bitdi. Yazıram x bölək x plus 1. Bildiniz də niyə? Bunu tərs çevirdim. Bərabərdir 1. Mənimə 3 aradan gəldi, ixtisar apardım. İndi ta bunu artıq rahatca, nədir bu? Ortaq məxrəci gətirirəm. Ortaq məxrəc ilə x plus 1-in özüdür. Bunun da məxrəci 1-dir də, düzdür. X plus 1-i, bax, ortaq məxrəci x plus 1-i 1-ə böldüm. X plus 1, 1-ə vurdum. X plus 1 plus. X plus 1'i x plus 1'ə böldüm. 1 vurdum x'ə, elə elədi x bərabər 1. 3 bölək aşağıda, burada qalır. 2x plus 1 bölək x plus 1 bərabərdir 1. Artıq bunu nə edə bilərəm? Çarpaz vurub rahatca yaza bilərəm. 3'ü bura vururam 3. Bunu da 1'ə vuranda özü eləyir. 2x plus 1 bölək x plus 1 bərabər 3'dən
Bunu mən daha qısa da yaza bilərdim. Baxın, sizə görə uzun, daha geniş yazıram ki, aydın olsun sizə. Ona görə də zəhmət çəkin, həlləri diqqətlə baxın. Görsənir bəli oradan da həll. Artıq burada da çarpaz vururam. 2x plus 1 bərabər 3x plus 3-dən mənfi x bərabər 2-dən x bərabər mənfi 2 almış oluram ki, 15-də də cavab D bəndi eləmiş olur. 16. Nə deyir 16-da? Tənliyini həll edin. Olsun, biri bu bayaqçından deyil. Burada artıq mən eyni məxrəcə gətirə bilmirəm. Niyə? Çünki 1x plus 1-dir, 1x minus 1-dir. Artıq mən məcburam ki, bunu belə işləyəm. X plus 1, elə bunların hasilini götürəcəm. X minus 1. Bu ifadəni x plus 1-ə böləndə x minus 1 qalır. X minus 1-i də x minus 1-ə vuranda x minus 1-in kvadratını alarsan. Yəni, bir şey özünə vuranda onun kvadratı eləyir, aydındır ki. Ortada minus var, minus. Bu ifadəni x minus 1-ə böləndə x plus 1 qalır. X plus 1-i də yuxarıdakı x plus 1-ə vuranda x plus 1-in kvadratı alıram. Bərabər 0. Bu sanki bayaq arxada bir bu 6-cı var idi. Bu da 0-a bərabər. Dedimi çarpaz vurum. Bu ondan da elə. 6 ilə 16 başlı çox oxşar belə deyim də suallardır. Məxrəcdə məxrəci mütləq şəkildə əgər dəyişən varsa uşaqlar yadınızda saxlayın. Məxrəci mütləq şəkildə 0-dan fərqli götürməlisiniz. Yəni bu əslində x-in kvadratı minus 1-in açılışıdır da. Diqqətli olsanız görərsiniz. Bu fərqlidir 0-dan hər zaman. X-in kvadratı fərqlidir 0-dan. X və 1-dən, 1 keçir bu yana. X-in kvadratı, x fərqlidir. Müsbət mənfi 1-dən. Bunu unutmayaq. Bu burada dursun cibimdə. İndi keçirəm yuxarı. Yəni surət işləmək. Uşaqlar, bu da əslində bir ifadənin kvadratı çıxaq digər ifadənin kvadratıdır. Yəni a minus b, a plus b kimi yazıb 0-a bərabər edə bilərəm. Yazıram. X minus 1 minus x minus 1. Niyə minus oldu? Mənimə plusuydu. Biraz fikirləş, tapasan niyə? Bir dəfə də toplayıram. X minus 1 plus x plus 1 bərabər 0. Bu tiplərdə demişdim ki, mötərizələrin hər birini ayrı-ayrı da 0-a bərabər et. Birinci mötərizəni burada görsəm, x-lər gedir. Mənfi 1 minus 1 mənfi 2 edir. Dursun. Bu da eləyir 2x. Burada da 1-lər gedir. Bərabər 0. Mənfi 4x bərabər 0-dan elə x bərabər nə alıram? 0 alıram ki, o da elə bir dənə 0 qiyməti ödəyir. Cavab C bəndi olmuş olur 16-da. Keçir 17-ci testdə. 17-ci test uşaqlar adi modul tənliyi idi. Mən bunu sizə demişdim keçən dərs. Modul tənliyi həll edən zaman demişdim bir dəfə ifadəni 5-ə, yəni verilən qiymətin özünə bir dəfə də əksinə bərabər edirsiniz. Bir dəfə özü kimi açıram 5-ə, x bərabər 4 alıram. Bir dəfə də 2x minus 3 mənfi 5 alıram. 2x buradan keçdi, mənfi 2. X bərabər mənfi 1 almış oluram. Kökləri hasili deyirsə 4 vur mənfi 1-dən cavab mənfi 4. Yəni 17-də B bəndi almış oluram. 18. Tənliyini həll edin. Köklər əlbəttə ki 5 ilə 1-dir də. Yəni 18-də cavab mənfi 5 ilə 1 götürsəm mənfi 6 qoy bir dənə yazım. X-in kvadrat plus 6x plus 5 bərabər 1. Uşaqlar 5 ilə 1-i götürərəm, bəli. Amma axı bizdə burada mənfi 6 verməlidir köklər cəmi. Ona görə 5 1 yox, mənfi 5 mənfi 1 götürərəm. Ki, bax mənfi 5-i mənfi 1-ə vuranda 5 edir. Mənfi 5 ilə mənfi 1-i toplayanda mənfi 6 edir. Unutmayın, bu müsbət 6 vermir. Köklər cəmi bunun əksi mənfi 6 verirdi. Ona görə də cavab E bəndi. 19. Bir top parçanın əvvəlcə 0.2. Bir top parçada vəbşə nə qədər nə deyir? Nə qədər parça olduğunu bilmirəm. Yəni x qədər parça var, düzdür? Bu deyir bir top parçanın əvvəlcə 0.2-sini, sonra isə qalan, birinci 0.2-sini satıblar. Deməli, birinci gün satılıbdır 0.2x qədər. Düzdür? Qalan burada nədir? Və bunu buraya yazıram ki, çaşmayaq. Qalan 0.8x-dir. Çünki bu 1x daha ümumi götürmüşdüm. X.
0.2-si satılıb. Yerdə qalan nə qədər qalıb? 0.2-sə 0.8-də qalıb da. Sonra ikinci gündə satılıbdır. Qalanın, bax görürsünüz, qalan hissə nə idi? Buydu. Qalanın 4/3-ü, yəni 10.8x-in 4/3-ü. Ədəd hissəsini tapanda nə idi? Ədəd hissə göstərən ədədə vururduq. Bundan bu ixtisar gedir buradan 2. O da 0.6x edir. Düzdürmü? 0.6x. İkinci gündə 0.6x satıb. Birinci gün bu qədər satıb, ikinci gündə bu qədər satıb. Satılan parça, deməli, satılan parça 28 metr olarsa. Düz yazdıq. 2, 6, düz yazmışıq, bəli. Satılan parça, uşaqlar, birinci bu satılıb, sonra da bu qədər satılıb da. Yəni 0.2x, üstə gələ 0.6x satılan parçalardır da. Deyir ki, 28 metrdir də, heç nə yazdım. Bu da burada eləyir 0.8x bərabər 28. X də bərabər 28 bölək 0.8. Hər tərəfi 10-a vursam 280 bölək 8. 4-ə ixtisar aparsam 72. O da eləyir 35. 35. Deməli, mənim 35 metr parçam var imiş. Amma bu məndən 35 metr parça var imiş. 28-də qalan parça neçə metr olar? 28-i axı satılıb, özü deyir ki, satılan 28-dir. Mən də tapdım ki, 35 metr parçam var imiş. X-dən işarələmişdim, axırda X-i tapdım. İndi heç nə də qalanı tapmaq üçün ümumidən satılanı çıxaram da. Yəni 35-dən 28-i çıxaram, yerdə qalar 7 metr parça, yəni 19-da cavab olar Y bəndi. 20-də deyir atanın 27 yaşı olanda oğlun 3 yaşı var idi. Neçə ildən sonra atanın yaşı oğlun yaşının 4 mislinə bərabər olar? Bu da belə deyərdim də, yəni sadə bir məsələdir. Neçə ildən sonra, yəni bunu adi düşünərək də həll edə bilərsiniz. Düşünüb də tapa bilərsiniz. Deməli, tənlik də qrup həll edə bilərsiniz. Burada cavab D bəndi olmalıdır da, 5 ildən sonra da. Yerinə rəqəmləri qoysaq, uşaqlar deyir, atanın 27 yaşı olanda oğlun 3 yaşı var idi. Neçə ildən sonra atanın yaşı oğlun yaşının 4 mislinə bərabər olar. Uşaqlar, 5 ildən sonra nətər olacaqdır? Yerinə qoyun, görəcəksiniz ki, artıq həm 5 ildən sonra atanın yaşı oğlun yaşının 4 mislinə bərabər olmuş olacaqdır. Bilirsiniz niyə? 3-ün üstünə 5 gələndə nə eləyir? Qoy yazım, 8 bilməzsiniz. 20 bu da. Qısa yolla deyirəm də, 3-ün üstünə 5 ildən sonra demir. 5 ildən sonra uşağın olacaq 8 yaşı. Çünki 3 yaşı vardı, 5 ildən sonra 8 yaşı. Atanın yaşı durmur axı öz yerində. Atanın da 5 ildən sonra artıq 27 yox, 32 yaşı olacaqdır. Düzdür. Aydındır da, artıq oğlun yaşı, atanın yaşı oğlun yaşının 4 mislinə bərabər olacaq. Düz 5 ildən sonra. Bu da belə. Sağ olun.